Hər kəsə sabahınız xeyir. Şanxay ilk günümüzdür artıq. İndi hal-hazırda Şanxayın Nankin küçəsinə gedəcəm və orada bütün məşhur nə var, nə yox hamısını çəkib sizə göstərəcəm. Getdik. Deməli oteldən çıxdım artıq. Hava çox istidir, amma buludludur, yağış yağa bilər. Taksi ilə də gedə bilərdim o küçəyə, elə də uzaq deyil o küçə. Ortalama aşağı yuxarı bir taksi ilə bir 10 dəqiqəlik, 12 dəqiqəlik yol göstərir. Piyada da ki, nə bir arsa bir 20 dəqiqə uzaq göstərir piyada. Ona görə mən də fikirləşdim ki, ən yaxşısı metro ilə gedim. Metro ilə ən azından sizlərə göstərim Şanxay metrosu necə olur. Maşınlar göstərim sizə, burada olan maşınlardan. Burada olan maşınlar hamısı belə marka, lüks maşınlardır. Yəni bir dənə sadə canavardır. Gəncəyə aparmaq lazımdır. Deyirəm gedim birinci Starbucks'a, kofedən içeyim, Amerikanodan ya da Cappuccino'dan. Çünki gözlərim hələ də açılmayıbdır. Only one. Yes, only one cup. Deməli indi kofeni sifariş elədim. Alipay'nin ödəməni sizə göstərəcəm. Necə ödəmə edirlər. Girirsiniz bura basırsınız. Bunu basandan sonra belə bir şey gəlir. What is that? Deməli 30 yonu ödədim. Məncə çox bahadır. Mən elə fikirləşdim. Amma dəyər indi Starbucks'a da indi ən azından adı var Starbucks. Ya arkadaşım Starbucks değil mi burası ya? Mikrofonum işləmədi, bunu düzəltmək lazımdır. Hal-hazırda mikrofonsuz şeydir. Çəkili şeydir. Bəyəndim necə yerdir? Starbucks da adi bildiyimiz Starbucks. Dünyada necəsə burada belə. Buradan inəcək metroya gedəcəm. Buralarda olmalıdır. Metro çox uzaqda deyil. Acından da ölürəm. Gelin birinci kofe içim, gelip yemək yeməliyim. İstəyirəm gedim bir dənə nəsə bir restoran tapmaq ki, omlet sat verirlər, belə omlet, pomidor, yumurta. Həm yanında belə bir Gəncə duyğası zat verirsinlər. O da fikirləşirəm ki, elə bir yer yox, tapamayacam. Mümkünsüzdür. Rahat yatdım, yaxşı idi yenə deyirəm, otel yaxşı idi. O səhər duranmırdım nədənsə. Səhər durdum ki, saat 11'dir. Fikirləşirdim saat 9'da durum gedim məşqimi eləyim. Oteldə şey var, idman salonu var, pulsuz. Hansı ki, müştərilər üçün o idman salonundan istifadə edemiyorlar. Gəlsəniz yəni burada idman salonundan istifadə edə bilərsiniz. Fikirləşdim ki, eləyə bilərəm, o da durdum ki, sadəcə gördüm 12'dir, yəni 11:30'dur. Elə durdum, elə ərzimi yudum, elə gəldim elə kofeni götürməyə, saat 12 oldu. Elə indi metroya, mini velosiped metronu göstərənə qədər saat yəqin bir 1'ə yaxın olar deyə düşünürəm. Ondan sonra da elə o küçəni göstərsəm, elə axşama kimi yəqin ki, o küçədə olaram, o küçəni sizə göstərirəm. Necə bir küçədir, insanlar orada nəyə ən çox alış-veriş edir, hara keçirlər, gəzirlər. Gəzməli yerlər göstərəcəm sizə Şanxayın. Çox böyük şəhərdir. Ayrıca yəni düz şəhərin mərkəzində düzdür. Amma düz yanımızda belə, yəni buradan belə göstərsəm belə, görürsünüz körpü keçir adi. Buradan körpü, orada binalar var. Yəni insanlar burada fəaldır. Özü çox adamda gediş-gəliş var. Ən axırı səfər mən Starbucks'da kofeni Türkiyədə içmişəm. Düzdür, Azərbaycanda var, amma üstünlük olaraq Rusiyada olduğumuz üçün Rusiyada Starbucks'ı yəni artıq çıxartdılar. Dedilər Starbucks sən burada olmamalısan, onun yerinə Star Coffee elədilər, nə elədilər? Qaroçda arsada bir başqa bir kofe seçdikləri üçün yəni ona görə şey oldu, dəyişiklik oldu. Burada amma orijinal Starbucks'ın kofesini seçəcəm yəni bu gözəl bir şeydir həqiqətən. Deməli burada bayaq mən qaldığım yer bu tərəflərdir. Buralar da binalardır, böyük binalar var. Nəsə yoldan keçən bir adama vermişəm çəkir. Sağ olsun. Bura gəlsiniz mütləq gəlin. Can you take a video around, please? Ətrafı deyirəm göstərsin. Kofe çox möhtəşəmdir. Çində, yəni Starbucks'da, çöldə kofe içməyin başqa ləzzət var. Prosta hava çox istidir. Elə bir Kürdəmirdəyəm bu dəqiqə hal-hazırda. Həddindən artıq istidir. Hava buludludur, elə bu dəqiqə yağacaqdır. Amma elə isti var, od yağır, od yağır. Uca tərlədim, bəlkə gedim otelə bir dənə yaxalalım. Dünənləm deməli belə bir haqq olubdur. Samolyota mindim. Elə bir Wuhan'dan koronavirus olan Wuhan'a uçdum axı birinci. Koronavirus çıxan şəhərə Wuhan'a, oradan da ki Şanxaya bura uçdum. Ora uçanda elə bir Wuhan'da. Orada gözlədim 2 saat perisatqa elədim, yəni gözləmə salonunda orada gözlədim. Transfer eləyəndə ikinci samolyota minəndə Şanxay samolyotuna. Deməli bir dənə stüardessa gəlibdi. Deyəsən ingilis dili çox yaxşı deyil. Buna başa salıram ki, əlimdə elə bir dənə powerbank üçün şey almışam, şnur. Ağrə şnuru elə bir evdə qoymuşdum. Buna başlayıram ki, bu korobka yəni zibildir də.
Deyirəm bunu at. Deyirəm ki, elə bunu atma, şey lazım, zibil kutusu lazımdır, garbage deyirəm. Hani də garbage. Hə, qız da ki nəsə deyir belə gülür. Mən buna başlayıram ki, bu deyir həm zibildir, bunu at. Əlimlə belirləm, belə basket atıram. Hə, qız da gülür. Ətrafımda hamı olan gülür, mən də ki əsəbləşirəm, deyirəm mənə gülürsüz, bu şeydən zibildir, bunu at. Deyir, saxla özündə deyir. Təzədən qız çağırıb başqa bir oğlanı, hansı ki ingilis dili yaxşı bilir. Hə. Buna başlamışam ki, bu zibildir, buna deyirəm, bunu atsın da, mənə lazım deyil yəni, üstümdə saxlamayayım, mən burada hara qoyum, nə edirəm? Düzdür, qoya bilərdim, prosta deyirəm ki, atsın da. Hə, qız təzədən gülübdür. İndi yol boyu gedib gəlir, mənə baxır, gülür. Ne olsun istiyorsun sen? Yəni bura gəlsəniz mütləq yadınıza saxlayın ki, burada ingilis dilindən, yəni problem yaşaya bilərsiniz biraz. Çünki burada hamısı ingilis dilində bilmir. Mütləq yəni translate yükləyin. Amma Şanxayda bu səhər durdum, indi misal kofe yerinə girdim, burada bilirlər. Hə, oteldə bilirlər. İndi gedək, indi həmin o küçəyə, Nankin küçəsinə gedək. O küçədə də böyük ehtimal biləcəklər deyə düşünürəm. Metroya gedim, metronu sizə göstərim. Nəsə bir tər tapdım. Xəritədə. Qabaqdan gedib sola dönəcəm. Deyirəm, başqa ölkədə turist kimi gəzməyin də öz yeri var. Hər yeri ilk dəfə görürsən deyə adamlar maraqlı gəlir. Yəni Azərbaycanın onsuz da viza pulsuzdur. Yəni pul ödəmirsiniz və yaxud da ki viza almırsınız. Yəni bir dəfə də olsa gəlməyə dəyər deyə düşünürəm bura. Alverə gəlin buradan. Nəsə alın, aparın, satın. Götürün, gəlin, buyurun 40 manata götürün. Ya da gəlin elə də gəzin. Alverə nəyə gəlsə gəzməyə də dəyər yəni bura. Deməli bura gəlməyim xalaoğlu zat bilir. Xalaoğlu nəsə məlumat alıbdı. Nəsə biraz dost tanış zat. Hamı eləcə deyir ki, hə, yəni nə alasan, nə alıb gətirib satacaqsan. Amma mən deyirəm, yəni nəsə də alıb gətirib satmaq üçün getmirəm da ora. Mən sadəcə səyahət məqsədli gedirəm bura. Başa salamıram ki, indi harası getmək üçün orada yəni bir biznes eləmək lazım deyil. Yəni gedib oranı görmək lazımdır, oranın aurasını görüb hiss eləmək lazım bu şəhəri. Buna baxım bir dənə yola. Kim də buranın prezidentidir mi? Nə qəşəkdir deyirəm. Starbucks'ın öz yeri var ha. Metro burada olmalıdır. Metronun axtarıram. Qəşəng maşınlar var burada. Bir də Çində burada belə bir adət var. Aeroportda olun da fikir verdim. Elə bir əgər bir restoranda oturursunuzsa da, elə bir o restoranda insanlar demək olar marsildadır da yəni ağızlarını ki. Bu o deməkdir ki, yəni yemək çox dadlı olubdur. Yemək çox dadlı olubdur. Onun üçün bunlar ağızlarını malçıldadılar. Yəni bura gəlsəniz elə bir şey eşitsəniz əsəbləşməyin. Yəni bunlar da normal bir şeydir, ağızlarını malçıldatmaq. Bir də bunlar həddindən artıq yerə, yəni bildiyiniz tüpürürlər və çox siqaret çəkirlər burada. Həddindən artıq. Elə bir dərdlidirlər. Yetimin balası. Bir suyu Türkiyəyə oxşuyur. Yəni yolları zadı. Yolları, binaları zadı mən biraz Türkiyə oxşadıram əslində. Yəni arxitekturası da biraz. Bir də havası da elədir. Çox istidir. Həddindən artıq çox istidir. Bu gün iyunun 3-üdür. İyunun 3-ünə olmağına baxmayaraq, yəni düzdür Moskva indi başqa, o başqa ekvatorda yerləşir deyə Moskva üstünlük olaraq soyuq olur da, ya da sərin olur. Kitayın bu dəqiqəlazda iqlimi çox istidir. Hə bir də aeroportda gələndə belə bir məsələ oldu. Deməli samolyotdan çıxdım, kameranı çıxartdım, başladım çəkməyə ki, çəkimdə. Elə sevinmişdim ki, elə çəkirdim, o süjeti də sizə göstərəcəm, harada dayandırdılar. Bura gəlsəniz ən yaxşısı, yəni polislərə soruşun, hara getmək lazımdır. İnsanlar üstünlük olaraq bilməyəcək və heç uğraşası da deyil, translate zada girsin. Çünki hamı bu dəqiqəlazda kimin üzünə baxdı, hamı belə əsəbidir, əsəbidir. Nəsə deyirsən belə durub belə adamın üzünə belə tərs-tərs baxır, deyirsən bu dəqiqə aləm qarşılayacaq bir-birinə. Polis elə durmuşdu, belə havalı bir polis idi, açıqda zat da. Sağ olsun, yəni izah elədi, hara getmək lazımdır. Əl işarətini göstərdi ki, bax bura getmək lazımdır. İndi göstərirəm və bura. Böyük ehtimal buradır. Metroları çox təmizdir məncə. Prosta indi bilmirəm, belə çəkirəm. Heç nə deməzlər ki mənə. İndi göstərəcəm necə ödəmə eləyib, kartı necə alırlar. Düzü mən də bilmirəm açığı, amma təqribən yəni görmüşdüm ki, bu aparatlardan alırlar. English edirsiniz bunu, English, aha. Buy ticket basırıq. English'e girəndən sonra buy ticket bastıq. Buy tickets line 1'ə basırıq, mən gedəcəyim yer. People Square. People Square'dan sonra next step basırıq. Next stepdə deməli, bura bir dənə bilet, line 2'dir. Nankin Road olmalıdır, Nankin Road. Nankin Road hardadır? Nankin Road axtarıram. Ha, Nankin Road. Sonra bunu next step basırıq. Next step basandan sonra one ticket scan mode. Burada ödəmə edirəm mən. Scan elədik. Scan edəndən sonra heç nə başa düşmürəm. Bunu ingilis dilində qoyun da. Deməli, zor cüzbələ aldım ticketimi. Buradadır. Getdik.
Dedilər sumkanızı çıxardın. Burada yoxlama. Bu əslində Moskvada o, prosta Moskvada bəzi yerlərdə o deyirlər keç da, yəni fikir də vermirlər. Çox yerdə, burada amma promo hamının, yəni hamının sumkası deyir ki, çıxart sumkanı yoxlayaq. Gözəldir, burada yəni həqiqətən təhlükəsizlik yüksək səviyyədədir, mən düşünürəm. Açdıq, super. Deməli, birinci gedəcəyik Red Line-dan. Perisat gələcəyik, ondan sonra Green Line-a gedəcəyik. Eksanın kilosu yadıma düşdü. 可在出站后30分钟内，一票换乘3号线、4号线，享受连续。 Deməli budur. Buna minməliyəm. Prosta ki tam olaraq bilmədiyim üçün belə yoxladım, baxdım görüm hansıdır. Prosta ki metrolar çox qəribədir də, yəni elə bir multfilmə düşübsən. Pastoyanlı bax belə bir multfilm şeylər var, animasiyalar var. Belə bir animasiyalar var. Bu arada burada ayaq yolları pulsuzdur. Yəni Rusiyada, Azərbaycanda bilmirəm, Rusiyada yəni pullandır. Bir də burada təhlükəsizlik metro baxımından yəni möhtəşəmdir. Çünki heç kim burada ya Amerikada ya da başqa ölkədəki kimi yəni tullaya bilməz də, yəni. Bura açıq deyil, bura bağlıdır. Kim misal üçün burada özünü tullamaq istəyir, yəni bu mümkünsüzdür. Ancaq və ancaq metro gələndə bu qapı açılır. Qapı açılandan sonra isə hamı bura daxil olur. Bir də burada vaxt olur. Vaxta görə yəni şey hesablama olur. Deməli bak, burada millər aləm bir-birinə qarşı. Şeyləyəm, brat, Tverskaya ulica, brat. Şeyə gedirəm, Jurilyova gedirəm. Bayaq deməli, qardaşıma zəng eləmişəm. Harca 6 saat geridədir ora. Görəm, yatır gözünüz adı belə oxalır. Elə olubdur. Deyirəm, mən kitay deydin, göstərimsə. Deyək, oyanım sonra göstərərsən mənə. Düzdür, burada hələ ki göstəriləsə bir şey yoxdur, metrodayam hal-hazırda. Amma ən önəmlisi, qarşıda bir küçə var, Nanking küçəsi. Oranı göstərəcəm mütləq, çünki oralar çox möhtəşəmdir, izləmədə qalın, həqiqətən dəyər. Deməli gəldim artıq o məşhur Nanking küçəsinə, metrodan çıxırım. Elə bir Taksimə gəlmişəm. Bu möhtəşəmliyə baxın. Superdir, super. Burada bir dənə story eləmək lazımdır məncə. Ona görə videonu 1 dəqiqə dayandırıram. Deməli çəkilişi artıq mikrofonsuz eləyəcəm, çünki mikrofon çox zərət yeyir. Bir ara zərət yığmaq üçün istəyirəm ki, mikrofonsuz eləyim. Ümid edirəm səs yaxşı gəlir. Deməli sizə biraz Çinin tarixi yerlərindən danışım, küçələrindən. Karoçi 20-ci əsrin əvvəllərində burada böyük 4 mağaza kompleksi yaradılıb. Onlardan ilk dəvəsi sabit qiymətlər tətbiq edərək alış-veriş qaydalarına dəyişib və çox verməyə, çek verməyə başlayıb. Karoçi, burada ilk dəfə çek məsələsi burada yaralanıbdır Şanxayda. 20-ci əsrlərin əvvəllərində artıq çek verilibdir. Yes. You want to buy coffee bag, no watch, clothes, shoes, No, I don't. yes, anything. The t-shirt, souvenir. İndi mal vermək istəyir. Sunglasses. No, I don't. No. Thank you so much. You know, I am businessman. I am do it, bro. Benim Buna baxın, bu gözəlliyə baxın, Popmart. Huawei'in binası da burada var, orijinaldır. Orijinal Huawei. Bayaq Apple'ın binası da çıxmışdı qarşıma, prost çəkmədim bunu. Apple da var. Burada böyük ticarət mərkəzlərindən biridir. İndi bura girəcəm. Görün burada nələr var. Bir də burada gecə gələndə də gördüm. Yollarda davamlı olaraq belə elə bir radar çəkir. Gördünüz də yəqin ki, işıq parıldayır. Ya bu hansısa bir maşını çəkir, qeyd edir ki, çəkdim də artıq. Yəni sənə çek gələcəkdir, cəza çəkir. Ya da elə-belə çəkir, bilmirəm nə üçün. Bir də maraqlı bir fakt danışım. Çində demək olar ki, maşınlar hamısı təzədir. Yəni köhnə maşın ya belə taksilərdə görə bilərsiniz, ya da redki də, yəni və yaxud da ki, belə bir maşınları görə bilərsiniz. Bu da taksidir, səhv eləmirəmsə. Ya da belə maşınlar, köhnə maşınlar. Amma üstünlük olaraq maşınlar çoxsu, yəni təzədir. Ən maraqlı yerlərdən biridir, başladıq. Müharibə gedirik. Qarşı tərəf elə hücuma keçib. Burana keçdim. Olar bunu maşın. Obyektin içində maşın var. Can I take a video? Yeah. Thank you so much. Burada sizə maraqlı bir maşınlar göstərəcəm. Bu nə maşındır? Z maşınıdır, Z.
Z7. Maşın da öyle, həyat deyil, buna bax. R7. Maşın həqiqətən də super. Nasıl millət içində oturur, yəni Premier League. Hello. İstəyirəm birinin içinə girim oturum. Göstərim. Hello, ni hao. Ni hao dedim, çıxdı getdi. Nanking küçəsində 4 yolundan, yəni burada, bu 4 yoldan keçən kimi görərsiniz. Burada maşın satılan yeri var. Girib bura baxa bilərsiniz. Maraqlı maşınlar var. İcazə də verirlər çəkməyə də, girib baxmağa da. Mən əslində istəyirəm girim oturum içinə baxım. Kontentin üçün. Yəqin ümid edirəm indi girib baxaram. Buna bax, tank deyil, tank. M9 modeli. M9. M9 modelidir. Maşın alverçiləri, maşın alıb satan insanlar daha yaxşı bilər bu modelləri. Böyüşdürəcəm, bu nə tər açılır da. Düyməni bastım, açıldı. Qapı etsinirəmi, qapı öz-özünə açılır. Orada içində oturub prob edirlər. Maraqlıdır. 你做是不是比我做？ Qapın bağlanmaq üçün indi nə etməliyik? Bu düyməyə basaq görək bağlanır. Düyməni bastım. Bu başqa məsələdir da həqiqətən. Bu öz-özünə açılır, öz-özünə bağlanıb. Bir dənə də yeri qalmadı, açıq yeri qalmadı. Təkərlər 17-likdir deyəsən. Yoxsa yox. Faralar da maraqlıdır. Və balıq. Bu tam bir ailə maşınıdır. Bu nə modelidir? Luxet. 2 dənə E hərfi ilə. Luxet V9 modeli. Bir suyu Kia Carnival'a oxşuyur məncə. Və ya da Hoggy'nin bir modeli var. Hoggy 9 modelinə oxşuyur. Qaqam içərdə elə bir uca maşını alıb. Bəlkə də alıb, nə bilim. Ya da şey eləyirlər də, prob edirlər. V9 modeli. Nihal. Tam biznes klassdır. Nihal. Çox qəşəkdir maşınları. Həqiqətən də çox superdir. Mən bunların maşınlarına vəbşi heyranam. Nihal. Qaqam dedi ki, çəkə bilərsən maşının içində. Maşın dedi vlogu çəkə bilərsən. Maşının içində bir dənə. Ayda. Deməli düyməni basırsan, öz-özünə bağlanır maşın qapısı. Bu başqa uca leveldir da həqiqətən də. Maşını belə sürürsən. İçində belə bir funksiyalar var. Burada kamerası da var. Bu kamera arxanı göstərir. Məncə burada yəqin dəyişdirmək olur. Bilmirəm hardadır. Belə bir lüku var. Və arxada deyəsən televizor var hələ. Yəni burada insanlar, arxada oturanlar yan televizora baxa bilir. Burada belə bir yeri var. Burada hansı ki içəcəklər qoya bilərsən, kovezat. Bunu açırsan. Burada sular qoyublar, yəni nümunə olaraq. Təbii ki də reklamsız. Bağlısınız. Açılan yerdə bunda yəqin düymə ilə bağlanır da yəqin. Onu basan kimi öz-özünə bağlanır. Bir də burada açılan yeri var. Yox, bura açılmır. Bura telefon qoymaq üçün mən elə düşünürəm. Bunu prob eləmək lazımdır. Bunu belə qoysunuz bura. Telefon burada durur. Möhtəşəmdir. Bir adam da burada oturanda öz telefonunu bura qoya bilər. Qəşəng. Burada isə belə bir sensor var. Burada da hələ kamera. Yan güzgüləri yoxdur bu arada. Yan güzgü budur.
buradan elə bir yan güzgü olaraq görə bilərsiniz. Bir də burada var yan güzgüsü. Hansı ki elə bir buranı göstərir. Daha doğrusu bunu. Elə burada kameradır. Bak. Signal bastım amma mənə baxdı. Favoritnikləridir. Çox qəşəng maşındır. İnşallah bizlərə hamımıza qismət. İnşallah hamınızda belə bir maşın olsa, amma ən əsas da bu. Porsche oxşur bir sürü. Bu çox qəşəngdir. Rəngini bəyənmədim. Rəngi qara ya da ağ olsa daha yaxşı olar. Hə, maşınlar çox qəşəngdir. Belə bir yeri var. Belə bir açırsınız. Burada aynası da var. Şökəsi də azalda bilərsiniz, çoxalda bilərsiniz. Qəşəng maşındır, bəyəndim. Bu maşını almaq istəyən müştərilərə alın. Baha olmaz çünki Çin maşını bildiyim qədər çox da bahalı deyil. Yəni bu maşını almaq istəsəniz mütləq alın çünki dəyər. Yəni bu pulu verməyə dəyər həqiqətən də. Yəni çox möhtəşəm bir maşındır. Alın, sürün. Keyfiyyətli bir maşına oxşuyur. Keyfiyyətində düzdür, sürmədim. Amma dəyər məncə çünki görünüşü çox möhtəşəmdir. Çox rahatdır. Başım boydan yatdım. Gedim o birisi. Burada telefonlar da var. Həmin bu modelin maşını da var. Texnologiyaları var. Yəni televizordur, telefonlar və planşetlər indi onu da çəkəcəm. Bunu açmaq istəyəndə yenə də bu düyməni basırıq. Burada düyməsi var. Bastıq. Özünü açıldı. Yenə də bu düyməni basırıq. Qapı özünə bağlandı. Pis. İndi həmin buranın planşetidir, kompüteridir. Yəni bu modelində M modelin kompüterləri, planşetlərini çəkəcəm. Sonra bu planşetdir, 4 bucaq. Bu telefondur deyək. Hello, ni hao. This is phone or tablet? Phone. It is phone, yes? Phone, yeah. Oh, okay. It's like two phone. It's And like a phone and a pad. tablet. Yeah, and pad. Maraqlı bir telefondur. It is M model. Yes? M model like car and tablet and phone. Yeah, sure. Çəkilişi də qəşəngdir. Baxa bilərsiniz. Nəsə bunu buradan belə belirləyirik. Şöyle telefondur. How much this is? It's price. Different room. Ha. Yeah. It is yuan, yes? Yeah. 20,000, 30,000 yuan. Okay, thank you so much, bro. You're welcome. Thank you so much. Deməli, zaryadkam 4% qalıbdır. Bu 4% da ümid edirəm başqa bir texnologiyada düşə bilərəm. O telefonu çəkdim. Bunlar demək olar çoxsu qatlanan telefonlardır. Həm tablet olur, Pure X Max modelidir bu. Həm qatlanır, həm telefon olur. Bu da onun kimi. Bu elə o qatlanmış formasıdır. Ni hao. What is this? What is this? Ah, speaker, yes, speaker. The speaker and dynamic. Dynamic microphone. This is speaker. Yes. EI is speaker. Not EI speaker, yes? EI DeepSeek EI. No, yes? Okay. Adi televizorlar, Huawei televizorlardır artıq bunlar. Deməli, dünyanın ən uzun caddələrindən biri, yəni küçələrindən biri Nankin küçəsində indi hal-hazırda. Demək olar dünyada ilk dəfə yaradılan at yolu adlandırılan bu küçədə ilk dəfə asfalt və ən uzun yəni küçələrdən biri Nankin küçəsidir, Şanxayın Nankin küçəsi. Və ilk dəfə iminli, yəni sırf çox üzr istəyirəm, arada bir ola bilsin rus və türk kəlmələrindən istifadə edirəm. Bu ola bilsin sizləri qızıq eləyə bilər, amma bir müddət alışın. Çünki mən biraz öyrəşmişəm, biraz rus dili, türk dili qarışıq danışıram. Bir də bunlarda belə bir polis məntəqəsi var. Çox bəyəndim bunu da, həqiqətən də. Üşəli zatdır, elə bir şeydəyəm, 3D-deyəm. Bu da bir bulvarda bizdə heykəl kimidir. Çox qəşəngdir də, həqiqətən də bura. Çox bəyəndim. Binaları, mənzərəsi, elə bir həqiqi deyirəm, New Yorkdayam. Belə bir oyuncaq mağazini var, bura girmək istəyirəm, bura girib baxmaq istəyirəm, görüm bura nədir. Açqın çıxardım. Belə bir oyun mağazini var. Can I take a video? Not problem, yes? Nəsə, qarqaşa başa saldım ki, video çəksəm olarım, problem deyil. Nəsə, tərcümə eləmək istəyirdi telefondan. O da usbet eləmədim, mən götəri girdim. Bax, Məryəm,
Təm Məryəmə görə, qardaşım qızı var Məryəm. Ona buradan oyuncaqlar almaq istəyirəm. İnşallah alacam da mənzə. Çünki buna bax. Tam bir paketo butiklikdir məhsullar. Maraqlı oyuncaq mağazinidir. Düz mərkəzdədir. Metrodan çıxan kimi elə bir buradadır. Dronlar var. Can I take a video? Qaqaş burada dron çəkir. Bunun qiyməti neçədir? O. Qaqam qan eləyir da. Can I yanı qəşəng trüklər eləyir dronla. Bəyəndim. Burada qəşəngdir. Amma elə baxır ki, elə bir Amerikadan zaten gəlmişəm. Bu dronlardır belə. Ha belə bir robotlar da var. Bro, can I use? Can you use? This is robot. I just watch the video. Belə maraqlı bir oyuncaq. Qaqam buna bax. Qan eləyir. Belə bir it ala bilərsiniz. Yazığı pis günə qoydu da. Can I use this? Ha, yes. İtiniz yoxsa gəlib burada iti də ala bilərsiniz. How much bro? How much? 799. This is dog, yes. And this dog? 158. $158. This one gives the Wi-Fi. It is hundreds? 100s or 700. 700? Yes. Ah, okay, okay. It's very interesting place. This one gives the Wi-Fi can talking. Ah, Wi-Fi talking. Have the AI or the AI door. Ah, AI. For example, if I am a lot of, if I far along, 没了，还行，下周就世界杯了，你可以多弄点。 koyma değil danışım. 世界杯不是一两天。 For example, if I am far along at home, I can use this is dog, yes. Yeah, Wi-Fi. For小兔 come here, they can walking with this. Ah, okay. This is the take a video or take a camera, take a photo. No have. Ah, no have yet, but it's very interesting. Yes, I like it. Good. And do you have other interesting toys, not drone and not dogs? If you have, can you show me and for contact? Bundan məndə də var idi. Paketo butikdir, göstərəcəm mən səhifəmi. Mən də satırdım bundan. Hardasa bir 20-30 manat. 30 manata da satırdım. Qaqam indi göstərir görə qeyri-adidir. Özüm satırdım bunu. Burada airsoftlar var. Bro, it is airsoft. It is airsoft, yes? Ah, it is airsoft. Push. Gəlmişəm buranı fəth eləməyə. Maraqlı silahlar var. Nəysə, bunu idarə eləyənmədim tam olaraq. Starbucks'ın öz yeri var ha.